Bir çox psixoloqlarımız var ki, özlərinin psixoloqa ehtiyacı var. Bu həqiqətdir. Son zamanlarda da biri də çıxdı, mərhum dəyərli xalqımızın ruhanisi idi, Hacı Şahin. Bilirsən, sən hamı bilir, hamı da gün kimi görür ki, sən gündəmə gəlmək istəyirsən. Amma bir başqa yol tap da, bu xalqın dəyərləri var. Din xalqın dəyəridir, ruhani xalqın dəyəridir, dinə ayinlər dəyəridir. Sən məsxər eləyirsən dindarı, sinə vuranı. Belə bir ifadə işlədir ki, bugün sinə vuranlar, çox üzr istəyirəm mən bu ifadəyə görə. Bugün sinə vuranlar sabah burcuda gəzəcək. Birinci, bir xanımın danışası söz deyil bu. İkinci bir məsələ budur ki, unutma, sinə vuranlar mərd, qəhrəman, əlində silah döyüşə gedən oğlanlar idi. Bunu unutmaq olmaz. Bu günləri sən iddia edirsən ki, məsələn, o psixologiyadan danışırdı, amma heç bir anlayışı yox idi. Gəlin bugün tərəzinin gözünə qoyaq, bu günləri ən çətin günlərini yaşadı şəhid valideynləri. Mən yüzlər şəhid valideynindən şəxsən eşitmişəm ki, o günlərdə mərhum Hacı Şahin, Hacı Ramin olmasaydı, biz mənəvi cəhətdən böyük sarsıntı keçirdərdik. Onlar bizə çox böyük bir yardım göstərdilər. O danışıqları ilə, gəlməkləri ilə, ruhi dəyərlər verdilər bizə. Yaxşı, sən bugün onların bəyənmədiyin sözlərində sən haradaydın o günləri və yaxud səni kimlər haradaydı ki, o şəhid valideynlərinə mənəvi dəstək göstərəydilər, yanlarında olaydılar.